Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən gilanar meyvəsinin şirədə hazırlamadan öz sokunda bişirilməsini sizə təqdim edəcəm. Əgər kanalıma abunə deyilsinizsə, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. İlk öncə hər kəsə öz təşəkkürümü bildirirəm. 5 kiloqram gilanarı təmiz yuyub saplağından ayırıb şirəyə qoydum. Qat-qat şəkər tozu əlavə edib gilanarları üzərinə tökdüm. Mən 5 kiloqram gilanara 5 kiloqram da şəkər tozu əlavə etdim. Axşamdan səhərə saxladım. Bu cür şəkər tozunu aralarına səpib saxladım. Şirəsi tam özünə gəlmişdi. Qazın üzərində silkələyə-silkələyə vamxodda pişirməyə başladım. Bir müddətdən sonra öz şirəsini tam verdi və mən qazın altını yüksək xodda qoydum. Artıq üzərinə kəf yığılırdı. Mən kəfini təmizlədim. Sonra az çay qaşığını biraz az limon duzu əlavə etdim və qalan kəfini də mətbəx salfetkaları ilə təmizlədim. Yəni üzərində bir damcı da olsa kəf qalmamalıdır. Çünki mürəbbənin qıcqırmasına səbəb ola bilər. Tam gözəl mürəbbəmiz hazır oldu, bişdi, rəngi öz gözəlliyində. Allaha əmanət olun. Təşəkkür edirəm hər birinizi videomu sona qədər izlədiyiniz üçün. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Təşəkkür edirəm.